Şəhid ailələri, əlilləri və müharibə veteranlarının hüquqi müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında vətən uğrunda həlak olanların məzarları üzərinə gül çiçək dəstələri düzüblər. Daha sonra tədbir bayram süfrəsi arxasında davam etdirildi. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəli sükutla yad edildi. Çıxış edən İctimai Birliyin sədr müavini Tahir Məmmədov tədbirin əhəmiyyətindən danışdı. Ölkə rəhbərliyi tərəfindən imtiyazlı ailələrə xüsusi diqqət və qayğı göstərildiyini qeyd etdi. Daha sonra çıxış edən şəhid ailələri, əlilləri və müharibə veteranlarının hüquqi müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Qiyas Şahmuradov vurğuladı ki, şəhid ailələri, əlilləri və müharibə veteranlarının hüquqi müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin yaranması Novruz bayramı ilə üst-üstə düşür. Dövlət tərəfindən şəhid ailələri və Qarabağ əlillərinin həyat şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılır. Bildirilib ki, son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və 6000-dən çox minik maşını verilib. Yəni, bu dövlətin qayğısının təzahürüdür və bu siyasət bugün də davam etdirilir. Qiyas Şahmuradov vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunan torpaqlarımız tezliklə qaytarılacaq, Novruz bayramını Qarabağda qeyd edəcəyik. Digər çıxış edənlər də bu kimi tədbirlərin tez-tez keçirilməsini arzu etdilər. Daha sonra İctimai Birliyin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, diplom və təşəkkürnamələr təqdim olundu. Sən sağ ol. Durun, başqası kim sağ ol. Təbrik edirəm. Sağ ol. Sağ ol. Tədbir konsert proqramı ilə davam etdirildi.
Gülbahar Ülkər, Valid Kərimov, Dünya TV.